Almaniyanın Deutsche Bank Avropa səhmlərinə dair proqnozlarını nikbirləşdirib. Banklar Avropa bazarlarının ucuz qiymətlərlə ticarət olunması və güclü fiskal dəstək səbəbilə səhmlərin artım potensialının yüksək olduğunu vurğulayırlar. Onlar investorlara Avropa səhmlərinə vəsait yatırmağa təşviq edir və qlobal iqtisadi sabitlik üçün bu regionun önəmini qeyd edirlər. İndi iqtisadçı Murad Cəlalovla Avropa bazarlarının vəziyyətini və investisiya perspektivlərini müzakirə edəcəyik. Murad bəy, yaranmış vəziyyət barədə sizin fikirlərinizi eşidək və necə düşünürsünüz? Bu iqtisadiyyata necə təsir göstərəcək Avropa iqtisadiyyatına? Avropa birjasındakı səhm qiymətləri get-gedə öz ucuzluğu ilə diqqətləri özünə cəzb edir. Xüsusən də bu böyük dövlətlərin və investorların marağına səbəb olur. Deməli, səhm qiymətlərindəki ucuzluq digər ölkələrin bazarları ilə, xüsusilə də ABŞ bazarı ilə müqayisədə çox-çox aşağı qiymətə satılır. Ancaq mən burada əsas bir nüansı diqqət yetirməyi nəzərə çatdırırdım. Çünki səhm qiymətlərinin aşağı olması heç də iqtisadiyyatın inkişafının, güclü inkişafının göstəricisi deyil. Mən deyərdim tam əksinə. Çünki deməli, Ukrayna-Rusiya müharibəsindən sonra Avropanın üzləşdiyi bu enerji böhranı və həmçində davam edən güclü inflyasiyaya görə Avropa dövlətləri öz sahibkarlarına, şirkət sahiblərinə subsidiyaların, güzəşt paketlərinin ayrılmasına davam edirlər. Bu, öz növbəsində büdcənin aşağı enməsini gətirib çıxarır, amma digər tərəfdən görünüş baxımından səhm qiymətlərini ucuzlaşdırır. Çünki deməli, burada stock price-in, yəni birja qiymətinin deməli, earnings per share, yəni hər səhmə görə əldə olunan qazancın nisbəti daha kiçik olur və bu baxımdan da artıq kənardan səhm qiymətlərin ucuz olması görünür. Amma yenə də vurğuladığım kimi bu iqtisadiyyatın bir qədər geriləməsinin göstəricisidir. Elə qarşısında dayandığım ECB Mərkəzi Bankı da faiz dərəcələrini yüksək tutmağa çalışır. Çünki inflyasiya olduğunu görə məcburiyyətdən bunu etməlidir və bu baxımdan da Avropanın iqtisadiyyatında inkişafı get-gedə yavaşlayır. Və həmçinin sülhün bərqərar olacağı bir dövrdə artıq get-gedə qızılın qiymətində enmələr müşahidə edə bilərik qısa zaman çərçivəsində və digər ərazilərdə yenidən qurma işlərinə məşğul olan hansı ki bu Avropa şirkətlərinə investisiyalar axını güclü gözlənilir və bu baxımdan da onların səhmlərinin qiyməti ani şəkildə arta bilər. Təşəkkür edirəm Murad bəy. Bəli, valyuta bazarlarında azalma və artım səbəblərini istərdim aydınlıq gətirək, monitora nəzər salaq. Avro dollar